Gecə idi. Şəhər yatmışdı. Küçənin ortasında bir gənc dayanmışdı. Əlində kiçik bir büküm, içində ölüm. Gözləri dolu idi. O bilirdi ki, bu ya sonuncu dəfə olacaq, ya da həyatının bitdiyi an. Küçədəki işıqlar sanki onunla danışırdı. Bunu etmə, sən hələ gəncsən. O bir neçə dəqiqə fikrə getdi. Sonra əlləri ilə bükümü sıxdı və uzağa atdı. Göz yaşlarını sildi. İllərdir ilk dəfə içindən qurtuldum sözünü pıçıldadı. Narkotiklə mübarizə təkcə həkimə, polisə müraciətlə deyil. O, insanın içində baş verir. İradə, cəsarət, özünü sevmək, bunlar ən güclü dərmandır. O gənc o gecə narkotikə deyil, öz qorxusuna qalib gəldi. Bəzən bir atmaq həyatı dəyişir.